Deyir, elə ki, əyləşdilər təyyarəyə başladılar getməyə, təyyarə qalxdı. Elə təyyarə qalxandan sonra, biraz sonra adətən deyirlər kəmərləri açın, ondan sonra su gətirirlər, meyvə suyu gətirirlər, yemək gətirirlər, belə xidmətlər olur. Deyir, elə biraz təzə qalxmışdılar ki, hava şəraiti yaxşı deyildi. Kəmərləri təzə açmışdıq, işıqları yandırdılar, yenidən dedilər kəmərləri bağlayın, vəziyyət hələ yaxşı deyil, gözləməli olacaqsınız. Deyir, gördüm ki, insanlar narahatdırlar. Təbii, mən özüm də artıq narahat olmağa başlamışdım, keşiş deyir. Mən də artıq bu narahatçılığı hiss eləyirdim. Deyir, bu anda, deyir, diqqətimi bir qız uşağı, balaca qız uşağı cəlb elədi. Gördüm, öz aləmindədir. Əlində bir kitabı var, onunla oynayır, ona baxır, onu oxuyur. Hamı hərə bir zikir deyir, hərə görürsən Allah'a çağırır, hərə bir işlə məşğuldur, narahatçılığı ifadə edirlər. Mən özüm də narahatam, belə narahat deyirəm. Amma görürəm o qız uşağı çox aram, çox rahat, kitabını oxuyur. Deyir, Allahın lütfi inayəti ilə bu vəziyyətdən çıxdıq, təyyarə yerə salamat endi. Elə ki, təyyarə endi, hamı can hölündən çölə çıxmağa çalışır təyyarədən ki, bu vəziyyətdən çıxsınlar. Deyir, hamı çıxdı, hamı getdi, mən qaldım, bir də o balaca uşaq. Deyir, yaxınlaşdım o balaca qıza, dedim ki, bu vəziyyəti görürdün təyyarədə, təyyarə titriyirdi, vəziyyət hamı narahat idi, ağlayan kim, nə bilim, sızlayan kim, belə. Dedi, görürdüm əmi. Dedi, bəs sən heç narahat görürdün, niyə? Soruşa bilərəm. Dedi, bəli. Mən narahat gördüm ona görə ki, bu təyyarənin pilotu mənim atamdır. O təyyarəyə minəndə, minməmişdən qabaq mənə demişdi ki, qızım, narahat olma, səni çatdıracam o gedəcəyimiz yerə. Deyir, mən ona inanıram, atama inanırdım. Atama inanım vardı. Ona görə mən bir an belə olsun narahat görürdüm. Bilirdim ki, atam nə olur olsun məni çatdıracaq. Deyir, o zaman imanın nə olduğunu anladım. Başa düşdüm ki, iman neymiş, inanc neymiş. Əgər doğrudan biz Rəbbimizə, o uşağın atasına olan inancı, imanı kimi imanımız, inancımız olsaydı, nə olardı həyatımız? Həqiqətən.